Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə yola düşüb. Nazir Kiyevdə Ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Ceyhun Bayramov bildirib ki, dövlətləri dostluq və qarşılıqlı faydalı strateji tərəfdaşlıq birləşdirir. Diplomatik təmaslar davam edərkən, Cənubi Qafqazda nəqliyyat və sülh gündəmi də ön plana çıxır. Azərbaycan Ermənistan üçün mühüm nəqliyyat qovşağına çevrilir. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük tədarükü həyata keçirilib. 14 vaqondan ibarət növbəti qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. İndiyədək bu marşrutla Ermənistan üçün 36 min tondan çox taxıl, xeyli gübrə və tikinti materialı daşınıb. Eyni zamanda Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel və benzin ixrac olunub. Bu iqtisadi yaxınlaşmaya baxmayaraq, yekun sülh sazişinin imzalanması yolunda hələ də mürəkkəb hüquqi əngəllər qalmaqdadır. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistandan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müsbət siqnallar gəldiyini bildirib. Sülh müqaviləsini yekunlaşdırmağın yeganə yolu İrəvanın Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən mövcud konstitusiyadan imtina etməsidir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Paşinyan hakimiyyətinin önündə ciddi parlament əngəli var. Paşinyanın partiyası yeni konstitusiyanı referenduma çıxarmaq üçün parlamentdə lazımi səs çoxluğuna malik deyil. Hakimiyyətin bu maneəni aşmaq üçün ya müxalifətdən səs almalı, ya da növbədənkənar seçkilərə getməli olduğu bildirilir. Bu hüquqi böhran İrəvandan müsbət siqnallar gəlsə də, sülh prosesini hələ bir müddət mürəkkəb vəziyyətdə saxlayacaq. Bölgədəki bu yeni geosiyasi və nəqliyyat reallıqları digər ölkələrin də diqqət mərkəzindədir. Pakistanın Rusiyadakı səfiri Feysal Niyaz Tirmizi bildirib ki, İslamabad Azərbaycan və Ermənistanla iqtisadi və mədəni münasibətlərin genişləndirilməsini xüsusi diqqətdə saxlayır. Digər tərəfdən Rusiya və Ermənistan yeni konsulluqların açılmasını müzakirə edir. Qafanda Rusiyanın baş konsulluğunun, Vladikavkazda isə Ermənistan konsulluğunun açılması gündəlikdədir. Lakin konkret vaxt hələ dəqiqləşməyib. Diplomatik planlara baxmayaraq, İrəvan və Moskva arasında iqtisadi iplər sürətlə qopur. Rusiya baş nazirinin müavini Aleksey Avarçuk bəyan edib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb. İki ölkə arasındakı ticarət dövriyyəsi ötən illə müqayisədə 3,2 hissəyədək kiçilib. 2024-cü ildə rekord vuraraq 12 milyard dollara çatan bu göstərici son bir ildə 8 milyard dollara düşüb. Rusiya rəsmisi gələcəkdə ticarət həcminin daha da kiçiləcəyini vurğulayıb. Şimalda iqtisadi geriləmə genişləndiyi bir vaxtda Cənubda Fars körfəzində hərbi gərginlik siqnalları pik həddə çatıb. İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib ki, əgər ABŞ tərəfindən hər hansı bir hücuma məruz qalarsa, qonşu ölkələrin ərazisindəki enerji obyektlərinə zərbələr endirəcək. Reuters agentliyinin məlumatına görə rəsmi Tehran körfəz dövlətlərinə açıq mesaj göndərərək bildirib ki, ehtimal olunan hərbi əməliyyatlar zamanı onların neft və digər mühüm strateji obyektləri birbaşa hədəfə alınacaq. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.